Hər birinizi salamlayıram. Qarşınızda Əlim Əlimdir. Bu gün birlikdə yenə belə bir test tapşırığına baxacağıq. Qeyd edim ki, bu test tapşırığı bu il olimpiyada düşən test tapşırığıdır. Deməli, cədvələ əsasən uyğunluğu müəyyən etməyimizi istəyir bizdən. Doğru fikir və yanlış fikir verilib. Biz hər iki sıraya uyğun olan fikirləri seçməliyik. Deməli, Misir haqqı verilib ilk ölkə. Respublika idarəetmə formasına malikdir. Bəli, Misir Respublikadır. Yanlış fikrə verib ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə həmsərhəddir. Bu doğru fikirdir. Çünki niyə? Misirin İsraillə sərhədi var və İsrail inkişaf etmiş ölkədir. Bu yanlış fikir deyil, doğru fikirdir. Bizə bu hissədə yanlış fikirlə lazım olduğu üçün bir götürmürük. Venezuelaya deyək ki, federativ inzibati ərazi quruluşuna malikdir. Bəli, bu doğrudur. Sahilləri iki okeanın sularını yuyur. Bu yanlış fikirdir. Yalnız Atlantik okeanına çıxışı var. Deməli, yanlış fikir olduğu üçün bu hissədə bunu götürürük. Taylandda deyək ki, sahilləri iki okeanın suyu ilə yuyulur. Bəli, bu doğrudur. Həm sakit, həm də Hind okeanının suyu ilə yuyulur Tayland ərazisi. Günəşin zenitdə olduğu, həm də olmadığı ərazilər mövcuddur. Qeyd edim ki, günəşin zenitdə olması üçün ərazisindən tropik xətt keçməlidir ya da tropik xəttlərinin ortasında, yəni tropik işıqlanma qurşağında yerləşməlidir. Amma bunu da götürürük. Danimarkaya verib ki, yerləşdiyi materikdə yalnız bir ölkə ilə quru sərhədə malikdir. Bəli, Danimarka yalnız Almaniya ilə quru sərhədə malikdir. Bu doğrudur. Yanlış fikrə verib ki, mülayim kontinental iqlim vilayətində yerləşir. Bəli, bu da yanlışdır. Mülayim kontinental yox, mülayim dəniz iqlim vilayətində yerləşir. Yanlış fikirdir. Yanlış fikir olduğu üçün götürürük. Əslində cavabımız B bəndidir. Gəlin digərlərinə də baxaq. Parna çayı üzərində Braziliya ilə sərhəddə müştərək Itaipu seçimi mövcuddur. Bəli, bu doğrudur. Latin Amerikasının G20-yə üzv olan 3 ölkəsindən biridir. Qeyd edeyim ki, Latin Amerikasının G20-yə üzv olan 3 ölkəsi var. Argentina, Braziliya və Meksikadır və bəli, Argentina da bunlardan biridir. Burada da doğru fikir verilib. Yanlış lazım idi bizə. 5-i götürmürük. Əfqanistana verib ki, qoşulmama hərəkatının üzvüdür. Bəli, bu doğru fikirdir. Materik dağını mövqeyə malikdir. Bəli, bu da doğru fikirdir. Ona görə də bunu da götürmürük. Doğru cavab B bəndi olacaq.